Kantemir, şarlatan hekayə. Onda gördüm ki, qapı taybatay açıldı. Otağa əvvəla soyuq bir hava, onun arxası ilə də qonağım daxil oldu. Gözlərinə baxanda aydın bilmək olardı ki, bu adam çox acıqlıdır. Amma elə ki, paltosunu çıxarıb asmağa məcbur oldu və ağzını yumaraq başını da bulaya-bulaya nəfəsini burnundan çölə verməyə başladı. Dərhal anladım ki, qonağım bu gün şəhərimizdə qəribə bir hadisəyə rast olubdur. Otur, dedim. Aşna, nə üçün belə dilxor kimisən? Sözümə cavab vermədim, kitab şkafıma sarı yönəldim, şkaf kilitli idi. Açarı bura ver, dedi. Açar məndə deyil, bəs kimdədir? Bilməyirəm, bəlkə də arvad özü ilə hamama aparıbdır. Kitab şkafı hara, arvad hara, açarı hamama aparmaq hara? Mən qonağımın xatirini çox əziz tuturam. Nə qədər acıqlansa da ona gözün üstə qaşın var demərəm. Gördüm ki, həqiqətən çox səbirsizlənibdir, dedim. Başına dönüm, acığın tutmasın. Hansı elmlə hansı kitab lazımsa, mənə söylə, taxtçadakı kitabların içində olmasa ayrı yerdən tapıb verim. Mənə elm filan lazım deyil. Təkcə bircə kəlmə var, onun mənasını bilmək istəyirəm. Sənin lüğət kitabları da hamısı şkafdadır. Bəlkə sənə lazım olan lüğətin mənasını mən 5 barmağım kimi əzbər bilirəm. Bir əvvəlcə məndən soruş, bilməsəm, arvad gələndə şkafı açar, kitaba baxıb öyrənərik. Qonağım mənimlə üzbəüz əyləşdi və ciddi bir hal alaraq gözlərini gözümə dirədi və sordum. De görüm, şarlatanın toçnu mənası nədir? Mən bu soruya heç əhəmiyyət vermədim. Qulağımın ardını qaşıya-qaşıya cavab verdim. Şarlatanın toçnu mənası şarlatandır. Daha sonra bic haramzadə. Ayrı bir söz yoxmu? Avantürist. Bu kafi deyil, başqa bir sözlə aydınlaşdır. Müfəttin. Bildiyimi də unutturdun. Müfəttin nədir? Mənə də görün, bu söz türk sözüdür, yoxsa rus? Şarlatan sözünü mən ta uşaqlıqda bilirəm, amma bunun türk sözümü, yoxsa rus sözüm olduğunu yəqin bilməyirdim. Çox gümanım ona gəlirdi ki, bu rus sözüdür, lakin bu gümanımı qonağımdan qəsdən gizlədim. Türk dilinə çox ətraflı və hamdan artıq bələd olduğumu göstərmək istədim. Kim kimədir və kim gəlib hansı dəlil ilə səbut edəcəkdir ki, sənin bu dediklərin düzgün deyil? Nəhayət cavab verdim. Şarlatan kəlməsi əski və xalis türk sözüdür. Çox yaxşı, bəs bunun əsl mənası nədir axı? Bunun əsl mənası haqqında 2 nəzəriyyə vardır. Qonağımın yadına bir şey düşmüş kimi birdən yerində qovrulub, əlini alnına apardı və ağzını doldurdu ki, bir söz desin, özünü saxladı, hələlik demədi. Bəlkə də istəmədi mənim sözümü yarımçıq qoysun. Ehtimal ki, sözün mənası onun yadına düşmüşdü. Bir söz mü deyəcəktiniz? Dedim. Xeyr, buyurunuz. Bunun əsl mənası haqqında 2 nəzəriyyə vardır demişdin. Bəli, Çin və əski Monqol ədəbiyyatını tədqiq edən Orta Amerikadakı Panama Cümhuriyyəti alimlərindən Farros Termantep 15-ci əsrin axırıncı yarısında Çin dilində Hohi ilə Sitkə adında bir əsər yazmışdır. Macaristan türkoloqlarından Mr. Kip bu əsərin ingiliscə tərcümə olunmuş nüsxəsinin 129-cu səhifəsini əsas tutaraq şarlatan kəlməsinin Monqolca şal atan olduğunu iddia edir. Köprülüzadə bunu bu cürə izah edir ki, güya Monqol köçərlərinin içində quldur və yol kəsən bir növ tayfa varmış, bunların yanlarında keçi qılından toxunma bir növ şal olurmuş. Monqolistanın dipsiz və bucaqsız çöllərində, əzəmətli və yüksək dağlarında, zümrüd kimi səhralarında sərsəri bir həyat keçirən bu tayfa, Fərat hövzəsindən keçərək Səmərqənd təriqi ilə ta Çinə qədər Hindistanın ipək və ətriyyat mallarını satmağa gətirən Misir tacirlərinə, bu nabələd və qərib adamlara təklikdə rast gələr gəlməz, daldan naqəfil hücum edib şalı atarlarmış. Sonra bərk qucaqlayıb əllərini bağlayarlarmış və sonra cibindəki var yoxunu soyub apararlarmış. Bu cür adamlara şal atan deyərmişlər. Oğuz türkləri bu kəlməni şarlatan şəklində qəbul etmişlər. Azərbaycanda bunun əvəzinə bic haramzadə kəlməsini istimal edərlər. Bu sözün əksi gözə kül atmaqdır, çünki şalı daldan, külü qabaqdan atarlar. Bu barədə də nəzəriyyə vardır.
Hələ bu qalsın, keçirəm ikinci nəzəriyyəyə. İkinci nəzəriyyə daha elmi və daha maraqlıdır. O da budur ki, güya məşhur türk yazıçı Van Beri Xorasanın iki ağaclığında olan çox əski bir qəbristanlıqda, indi bu qəbristanlıqda bir əsər yoxdur, mərmərdən yonulub qayrılmış bir baş daşı tapır, Pəşdə muzeyisinə aparır. Bu daşın üstündə bu vaxta qədər görülməyən bir növ hərflə yazılmış 17 sətr yazı varmış. Bütün Macaristan alimlərinin içində bir nəfər də olsun bu yazıları oxuyan tapılmayır. Məsələ Avropanın bütün elmi dairələrini maraqlandırır. Parisdə, Londondan Pəşdəyə çox alimlər gəlir, gedir. Qabil deyil, daşın yazıları kəşf olunmayır. Nəhayət, qışın soyuq və küləkli bir günündə Avstraliyada atlı qarışqaların həyatı haqqında elmi tədqiqatını qurtarıb qayıdan Belçik alimi Herbechter Viyanadan keçib Pəşdəyə gedərkən, qonağım burada sözümü kəsib dedi. Arkadaş, sən bu sözləri öz döşündən deyirsən, yoxsa Professor Mehribanzadənin kitabından əzbərləmisən? Necə Mehribanzadə, nə danışırsan? Sözümü nə üçün yarımçıq qoyursan? Sənə elmi tədqiqatı nəticələrini, bugünkü həyata faydalı problemaları aydınlaşdırıram. Bu məlumatı ələ gətirmək üçün can qoymuşam, baş ağartmışam. Səndə bunlara qiymət vermək qabiliyyəti olmadığını təəccüb edirəm. Qonağım qəhqəhə çəkib gülməyə başladı, çənəsini yuxarı qaldırıb bir xeyli güldü. Sonra iki əlli göbəyindən yapışaraq bərk öskürdü və yenə güldü. Güldü. Bunun gülüşü məni də güldürdü, dedi. Biləsən ki, şarlatan kəlməsinə verdiyin mənaların heç biri doğru deyil. Əgər bu dediklərin kitabda isə o kitabı cır, at və ya pasajda sat ki, kooperativdən pikuli alanlar kağızdan məəttəl qalmasınlar. Özün də bu dəqiqədən etibarən bil ki, bu söz türk sözü deyildir. Şarlatan xalis yox, yarım firənk sözüdür. Firənklər bu sözü İtalyanca Carilus sözündən almışlar. Sonra Karls Atant şəklində ehtimal etmişlər. Karls Atant bir dəqiqəlik padşah deməkdir. Rus dilində şarlatan surətində qəbul edilmişdir. Buraya nə Macaristanın dəxli var, nə də Mongoliyanın. Qışın soyuq günündə Avstraliyadan qayıdan Belçik alimi qoy sənə elmi şeylər öyrətsin. Daha məni ələ dolama. De görüm yadındadır ya yox. İncil burun Fatmanın oğlunu mu deyirsən? O çoxdan ömrünü sənə bağışlayıb, mən ağa kişi oğlu Həsən deyirəm. Bəli, yadıma düşdü. Mən bura köçəndə o 22-23 yaşında bir cavan idi. Özüdür ki var. Gərək ki o müsavat zamanında xırım-xırda alver də edirdi. Ay afərin, yaxşı yadında qalıbdır. İndi nə olsun? Qonağın burada vəziyyətini dəyişdi. Çox maraqlı və təəccüblü bir xəbər vermək istəyirmiş kimi dedi. 2 saat bundan əvvəl mən Həsəni Bakıda gördüm. Doğrusu budur ki, şarlatan kəlməsini alimanə bir tərzlə izah edərkən, qonağımın sözümü kəsməsi lap damağıma dəymişdi. Bunun acısını çıxarmaq, hayfını almaq məqsədi ilə dedim, ağa kişioğlu Həsənin Bakıda görünməsi nə təəccüblü bir işdir ki, bu saatdan bəri baş beynimi aparmısan. Gah lüğət kitab axtarırsan, gah İtalyanca, Firənkcə kəlmələri bir-birinə calaqlayırsan. Ağa kişioğlu Həsən Bakıya gəlmişdir. Cəhənnəmə gəlsin, görə gəlsin. Bu nə böyük işdir? Hər gün Bakıya yüzlərcə ağa kişioğlu Həsənlər gəlib gedir. Bura lüğət kitabının nə dəxli var? Qonağım gözlərini qırpmadan və çənəsini yumruğunun üstünə qoyub altdan yuxarı gözümə baxaraq sözümü axıra qədər dinlədi. Qurtardın mı? Bəli, qurtardım. Mən çox təəssüf edirəm ki, dedi. Bu yekəlikdə şəhərdə oturmusan, heç bir şey görmürsən və ya görürsən də anlamayırsan. Düşünməyirsən, ətrafına fikir vermirsən. Həyata əski baxırsan. İşlərin baş ayaq olmasını, devranın tərsinə dönməsini hələ də idrak edə bilmirsən. Mən ciddi olmağı, daim ciddi oturub durmağı çox da sevən adam deyiləm. Ancaq bu dəfə qonağıma çox ciddi cavab verməyə başladım. İşlərin baş ayaq olmasını, devranın tərsinə dönməsini yaxşı görürəm. İstərsən misallarla bunu aydınlaşdıra da bilərəm və məsələn, ölüləri qəbristanlığa apardılar bir-bir. İndi hamısını birdən çıxarıb geri qaytarırlar. Bu bir.
Özgə şəhərə gedənlər hər halda pasport almalı idi. İndi pasportsuzları özgə şəhərə göndərirlər. Bu iki, qoyunun dərisini soyub sonra çəkərdilər. İndi çəkib sonra soyurlar. Bu üç, badımcanı xiyarı ədədlə kafi, sənin məlumatın bundan ibarət deyilmi? Xeyr, dedim. Qoymadın ki, danışam. Bizim məlumatımız çox sağ ol. Bu misallar və bu məlumat mənə lazım deyil. Get şəhərdəki yoldaşlarını gör. Necə yəni get şəhərdəki yoldaşlarını gör? Sən bizi kişi hesab etmirsənmi? Həyatı yaxından görən elmli adamlar hamısı burada. Böyük kitabxanalar burada. Elmi məktəblər burada. Azərbaycanın qəlbi mərkəzi burası, köhnə görüş ədiblər, yeniyetmə şairlər, mətbuat, ədəbiyyat, tənqidçilər, dialektik materializm əsasında əlaqədar olan söz yox, mühit sizi unutmamış və siz bu mühitdən layiqli dərəcədə istifadə etmişsiniz. Bunları indilik bir tərəfə qoy. Mənə imkan ver ki, Həsən barəsindəki söhbətimi qurtarım. Qurtar dostum. Ancaq bunu bil ki, sənin bugün heyvanati naimədən kirpiyə bənzətməmək böyük haqsızlıqdır. Nə münasibətlə? Kirpini qarmalayanda tikanlar adamın əlini dağıdır. Bugün sənin hər sözün tənqidlə əlaqədar olaraq qorxma. Həsənin söhbətində sənə aid bir tənqid yox. Başla görək. 21-ci ildə kursa gələndə Həsən firqəyə girmişdi. Bəli, girmişdi. Mən bilən 24-cü ildə vurub çıxartdılar. Bəli, çıxartdılar. Sonra xalq məhkəməsində katib olmuşdu. Bəli, olmuşdu. Atını sağa da çırpırdı, sola da. Kəsdiyi başın sorğu sualı yox idi. Qərəz ki, işini lap düzəltmişdi. Bəli, düzəltmişdi. O idi ki, 25-ci ilin axırında motorlu dəyirman qurdurmaq xəyalına düşmüşdü. Bəli, düşmüşdü. Amma işi gətirmədi. Siyasi büroda nömrələri yerbəyer yazılan 500 manat cibində tutuldu. Basdılar dama, evini axtardılar. 3 yeşik papiros, 8 put qənd, 6 put. Bunları bilirəm, onu mənə de görüm, damda neçə il qaldı? Toçunu deyə bilmərəm. Neçənci ildə mən Moskvadan qaydanda gördüm ki, Həmkarlar İttifaqının məsul katibidir. 6 ay keçmədi, bilmədim nə fırıldaq qurdu. Nə həngamə düzəltdisə 28-ci ilin əvvəlində Moskvada açılan bir illik kursa haydaladı. Nə etdi? Haydaladı. Haydaladı nə deməkdir? Haydı, get demək deyilmi? Bu sözdən haydaladı, yəni getdi deməkdir. Dayan, sözünü unutma, mən bu kəlməni cib dəftərimə yazım. Sən yazmaqda ol, qulağın məndə olsun. Nə başını ağrıdım, Həsən Moskvadan qaydanda firqə bileti cibində, sarı pencək əynində, uzun boğaz çəkmə ayağında, qalifi şalvar, portfel, tapança, daha nə deyim, qiyamət idi. Biri yadınızdan çıxdı. Nə? Gözünə gözlük də taxmışdı. Biri də sənin yadından çıxdı. O nədir? Çənəsində saqqal da qoydurmuşdu. Doğru, yadıma bir də düşdü. Xatırında mı Moskvadan qaydanda başı açıq da gəzirdi. Amma bugün kepkada gördüm. Mən o gündən bu günə ondan bir xəbər bilməyirəm. Moskvadan qaydandan sonra dayısı qızı Xədicəni gətirib texnikuma düzəltmişdim. Gərək o qızı sonra... Bəli. Qız qışı başdan başa oxuyur. Yayda qayıdır evlərinə. Bir gün Həsən bunlara gəlir. Xədicə ilə kiçik bacısından başqa evdə heç kəs yoxmuş. Əsl burada deyiblər, dağ ola, duman ola, qız ola, çoban ola. Qulaq as, söhbət arasında Xədicə əl çantasından bir kağız çıxarıb oxumaya başlayır. Həsən deyir, dayı qızı, ver o kağızı oxuyum. Xədicə deyir, vallah verməyəcəyim. Həsən dan içir ki, Peyğəmbər haqqı gərək o kağızı oxuyam. Xədicə kağızı tutur qoynunda. Həsən əlini salır Xədicənin yaxasından içəri sağ tərəfə, halbuki məktub sol tərəfdəymiş. Nəysə kağızı oxuya bilmir. Həsən biraz sonra qayıdır, gedir öz işinə. Axşam Xədicənin atanası bütün külfət bir yerdə çay içirlərmiş. Birdən Xədicənin kiçik bacısı anasına nəql edir ki, bugün Həsən dadaşım Xədicə bacımı o qədər qıdıqladı. Bu işdən sonra dayısı ilə araları bir balaca dəydi. Dayısı xəbər göndərmişdi ki, açaram sandığı, tökərəm pambığı. Bir ay sonra düzəlişdilər. Xədicə də məktəbi buraxdı. 30-cu ildə evləndilər. Bir 3 ay dayısı ilə o qədər mehriban dolandılar ki, aralarından su keçmirdi. Qalxoz məsələsini qızğın vaxtı idi.
Həsən dayısını kolxozun xəzinədarlığına düzəltdi. Həsən 7 ay sonra nə səbəbə isə Xədicəni boşadı. Qız atası evinə qaydanda qarnı burnuna dəyirdi. Onun dayısını ki, yaxşı tanıyırsan. Bəli, o da az aşın duzu deyil. Axırda haman dayısı Həsən ilə vurdu yerə ki, bir də özünü düzəldə bilmədi. Sən Allah danış görək bu əhvalat necə oldu? Həsən Tiflisdə çağırılan konferansdan qaydanda 2 dolu səbət Zakatala tütünü gətirirmiş. Dayısı da Şamxora apardığı çay, qəndi satıb geri gələndə minir haman vaqona. Görür ki, bacısı oğlu o bir kupedə bir rus qızı ilə cimdikləşir. Özü də biraz keyfli, damaq üstə. Qulaq verir bunların söhbətlərinə. Görür ki, Həsən deyir, mənə çox bənd oldular ki, qalın Moskvada. Çünki bilirsiniz, Moskvanın havası qışda çox soyuq olur. Mənim də soyuqla heç aram yoxdur. Söz vermədim. Dedim, gərək gedəm rayonda işləyəm. Bəzi məsul yoldaşlar rayonlara göndərəndə elə bil Sofini namaza göndərirsən. Amma mən rayonu sevirəm. Xoşuma gəlir, rayonda təbiət var. İndi böyük yerlərin o qədər ləzzəti yoxdur. Həm də işləmək çətindir. Bir də görürsən, heç nəyin üstündə getdin gürültaya. Qız bu arada səbətlərə işarə edərək deyir, bunları rayonda tutsalar yenə gedərsən gürültayadan. Həsən qıza belə cavab verir, Gəncədən adlasam xətəri yoxdur. Həsənin dayısı bu sözləri yığırmış torbasına. Vaqon Gəncə stansiyasına çatar-çatmaz düşüb siyasi büronun agentinə xəbər verir. Həsəni oradaca düşürdürlər. Əvvəl çox atılıb düşür, gah firqə biletini göstərir, gah təbliğat şöbəsində məsul işçi olduğunu irəli sürür. Faydası olmayır. Yoldaş, hər kim olursa nə ol, gərək bu səbətlər açılsın. Agentin qəti cavabından sonra boğazı lap quruyur. İkinci bir vəsiqə göstərib, biraz da hiddətlənərək deyir ki, yoldaş, vaqon bu saat hərəkət edəcək. Mənim dayanmağa vaxtım yoxdur, sabah rayonda dokladımı qoyublar. Bu mənim Tiflisə firqə tərəfindən ezan vərəqimdir. Səbətdə biraz paltarım var. Qalanı da hamısı əkin kampaniyasına aid ədəbiyyat və materialdır. Rayon kitabxanasına aparıram. Mane olma. Adımı, familiyamı yaz, qoy gedim. Odur, ikinci zəng çalınır. Olmaz yoldaş, səbətlər gərək açılsın. Qərəz, nə başını ağrıdım, vaqon düzəlir yola. Həsən qalır. Onu aparırlar siyasi şöbəyə. Səbətlərin ikisini də səlqə ilə açırlar. Əkin kampaniyasına aid ədəbiyyat əvəzinə sap-sarı Zakatala tütünü. Düz 32 kilo. Tütünləri kooperativə, Həsəni dama. Firqə biletini və vəsiqələrini də işi ilə bərabər göndərirlər kontrol komissiyasına. Aradan 15 gün keçmədi, bir daha qəbul edilməmək qeydi ilə firqədən qovulmasını qəzetlərdə oxudum. Onu mən də oxumuşdum. Bir də yenə eşitdim ki, damdan çıxandan sonra Xədicəni təkrar gətiribdir. Xədicə onu məhkəməyə vermişdi. Qızına aliment istəyirdi. Məhkəmə olan günü nə etdilərsə bilinmədi. Bir də eşitdik ki, barışıb, Xədicəni də aparıb evinə. Yenə də Xədicəyə Allahın rəhmi keçib. Ay kişi, nə danışırsan? Allah hardaydı ki, onun mərhəməti dolaydı. Əksinə Xədicə daha da itirdi. Necə ki? Barışır, gətirir, 15 gün çox məhəbbətli dolanırlar. Belə ki, düşmə yerə sınarsan. Sonra dil tökməyə başlayır. Deyir ki, mənim səndən ayrılmağıma səbəb ictimai vəziyyətim olmuşdur. Var yoxum əlimdən gedir, firqədən çıxarılmışam. Bu halda lüt qalmışam. Yenə qəm çəkmə, tək sən sağ ol, yaman günün ömraz olur. Sən də özgəsi deyilsən, öz dayım qızısan, həm də canım ciyərim, həyat yoldaşım. Özün də avam. Bir savad deyilsən ki, vəziyyəti yaxşı başa düşə bilməyəsən. Allah göstərməsin. Sənin yerində başqa bir savad bir qız olsaydı, dəli olardım. Dərdimi açmazdım. Dayımın canı üçün və bircə dənə qızım ölsün. Əgər yalan deyirəmsə, səndən ötəri ağladığım gecələr çox olubdur. Bircə dəfə özümü düzəldə bilsəm, sənin xəcalətinə çıxarım. Bax, bu qabdakı qəndin girvəngəsinə 13 manat yarım vermişəm və dünən Bakıdan gələn vardı. And içirdi ki, Torksində qəndin pulu 4 manatdır. Sən bir fikir elə, qol saatın ilə bilərziyini aparsam, Allahın izni ilə 10 pund qənd alaram. Heç də gətirib burada satmaram ki, şeytanlıq edib tuttursunlar. Apararam ayrı rayona sataram. Əlimdə bir may olar. Özümü bir-iki dəfə Bakıya vursam, sağlığı da 10 il bizə bəsdir. Dalı Allah kərimdir. Bu bilərzikdən də yaxşısını, bu saatdan da yaraşıqlısını alıb gətirərəm, taxarsan qoluna.
Yazıq Xədicə bu sözləri qabağında üstəlik mənə bir jemper də alarsanmı deməkdən başqa bir söz tapmamışdı. Həsən isə onu lap inandırmaq üçün, yox, bu səfər jemper ala bilmərəm. Qızımız üçün bir purcumlu kravat alacağam. Amma ikinci səfərdə jemper ilə diş taban çəkimi, bax bu gözlərim üstə. Mən cavan xanımlarımızın modaya, xüsusilə jemperə olan həvəs və arzularını bilirəm. Bu iş məni çox maraqlandırırdı. Xədicəyə yazığım gəldi. İxtiyarsız və ümidli olaraq qonağımdan soruşdum. Görəsən Həsən Xədicəyə jemper aldı mı? Hay, ay kişi, nə jemper, nə kravat, nə saat, nə bilərcək. Həsən o gedən getmişdi, itmişdi, bir xəbər yox idi. Xədicə də 2 ay sonra daşında atası evinə bir söz çıxdı ki, güya Həsən arazı keçib İran tayına, Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni Kababçilova qonaq etdi. Bir neçə gün sonra Ağarəhim xəbər verdi ki, Tiflisdə tramvayla bərk ötüb keçəndə Həsəni küçədə gördüm, salamlaşdıq. Şapkasını götürüb tramvayın dalınca bir xeyli baxdı. Demə bu sözlərin ikisi də yalan imiş. Ay yarımından əvvəl Xədicəyə kağız yazmışdı ki, başıma çox qəzə-qədər gəlib. Nigaran qalma, gələrəm, danışarıq. Dərbəndəyəm, sağ və salamatam. Özüm də Targov oteldə qulluğa girmişəm. Pahatondan, dedim. Bu həlləm gəlləm adam imiş. Bax, şarlatanın toçnu müqabilini indicə tapdın. Həlləm gəlləm. Götür yaz cib dəftərinə. Əvvəldə mənim biliyimi bəyənmirdin. Görürsən, yenə mən tapdım. Qonağım bir xeyli fikrə getdi, sonra dedi. Sözüm yoxdur. İndi bir məsələ var, onu soruşum. Əgər tapdın, lap sənə mürid olaram. Buyur, dedim. Mən bugün Həsəni gördüm və tanıdım da ki, Həsəndir. Səhvin və şübhəm yoxdur, onun dabbaqda gönlünü tanıram. Mən bu şəhərə çox da dərindən bələd deyiləm. Ağlınca Həsən burada nə iş görür? Bu suala cavab tapmaq doğrudan da çətin idi. Bir qədər düşündüm, daşındım, fikrimə qara-qura xəyallar gəldi. Axırda qonağıma dedim. Həsənin ayağında nə vardı? Şık, sarı bir batinka. Sən bilən batinkanın 6 rezin idi, yoxsa padoş? Fikir vermədim. Amma o qədər şık batinkanın 6 rezin ola bilməz. Əyninə nə geymişdi? Üstü sarı meşin, içi tülkü dərisi, bahalı bir yarım palto. Varatniki galstuku var idi ya, yox. Boğazına ipək bir şərf dolamışdı. Daha altında galstuk filan var mı bilmədim. Əlində portfel vardı mı? Bəli, sarı bir portfel də vardı. Tez-tez gedirdi, yavaş-yavaş. Çox iti gedirdi. Yanımdan keçəndə qolundakı qızıl saatına baxırdı. Məni görmədi. Bədən cəhəti ilə necə idi? Çaxır toluğu kimi. Elə bil püfləyib doldurublar. Onda motal kimidir də. Çaxır toluğunu püfləməzlər ki. Yaxşı, sən deyən olsun. Motal kimi. Ağlın nə kəsir onu söylə. Sən bilən o haraya dürtülübdür? Kooperativə cavabını verdim. Bu mənim ağlıma gələn bir cavab idi. Bəlkə də belə deyil, mən özgənin günahına girə bilmərəm və sonra əlavə etdim. Xədicəyə göz aydınlığı verməli, indi Həsən ona jemper də ala bilər, saat da bilərzik də. Qonağım mənimlə razılaşdı və söz verdi ki, bu dəfə gələndə mənə 10 girvənci xalis inək yağı gətirsin. Mən də qonağıma əvəz olaraq dedim ki, bu şəhərdə mənim yazıçı bir dostum var, adı Qantəmir. Ara bir jurnallara hekayə yazar, dur, gedək onlara. Həm də bir nərd taxta vuraq, həm də söhbəti deyək, o da yazsın jurnala.